Mərhum Ayətullah Behçət var idi. Bir neçə il bundan qabaq dünyasını dəyişdi. Allah rəhmət eləsin. Çox arif adamlardan biriydi. Bəsirəti açıq olan adamlardan biriydi. Onun dediyi həqiqətlərdən birini deyim sizə, sonra mətləbimə gələcəm. Ağa Behçətə deyirlər ki, İmam Zaman hardan zuhur eləyəcək? Bir kəlmə söz deyir. Bir kəlmə. Deyir ki, diqqətiniz Yəməndə olsun. Bir kəlmə söz dedi. Biz oy vurduq qulaq ardına. Müsəlmanlar heç ona əhəmiyyət vermədi. Amma küfür dünyası, zülüm dünyası yapışdı sıraz o momentdən ki, İmam Zaman Yəməndən çıxacaqsa, deməli Yəmən onlar üçün təhlükədir. Başladılar Yəməni vurmağa. Təsəvvür edirsiniz? Biz nümunə götürmədi ya, bizə deyirdi o sözü. Amma onlar götürdülər. Şeytan pusqudadır həmişə. Deyir ki, kahinlər gəldilər, Firona dedilər ki, Bəni İsraildən bir uşaq doğulacaq, sənin hakimiyyətinə son qoyacaq. Firon da bilirdi ki, onlar düz deyirlər. Kahinlər də düz deyirdi. Amma Firon əlini əlinin üstünə qoyub oturmadı. Əmr elədi ki, Bəni İsraildən nə qədər oğlan uşağı doğulub, hamısını öldürür. Amma bilirdi, ha, o hakimiyyətində son olacaq. Allah neynədir? Musanı ilə Fironun qucağında böyütdü. Onun evində böyütdü. Onun himayəsində böyütdü. Əlinin üstünə qoymadı. Bugün də dünya bilir ki, 12-ci imam zuhur eləyəcək. O bu zülmə, istibdada son qoyacaq. Dünya imperializminə son qoyacaq. Dünyada ədaləti bərqərar eləyəcək. Zalimlərdən məzlumların intiqamını alacaq. Anaları göz yaşı qoyanların gözlərini tökəcək. Amma onlar da dayanmırlar. Hardan ehtimal var ki, İmam Zaman əskəri çıxa bilər, oranı vururlar.